Salam. Bilirsiniz ki, artıq Artemis 2 missiyası davam eləyir və astronavtlar Aya olan səyahətlərində yarı yol tamamlayıblar. Keçdiyimiz günlərdə Artemis missiyasından artıq yeni şəkillər gəlməyə başladı və Carl Saganın da adlandırdığı kimi solğun mavi nöqtəmizdən inanılmaz şəkillər gəldi. Mən əsas sizə bir şəkil barəsində danışacağam. Gördüyünüz bu şəkildə önəmli detallar var ki, bəzi insanlar onun fərqinə varmadı. Əslində burada dünyamız hər nə qədər parlaq və öz rənglərində görünsə də, bu şəkil gecə çəkilib. Yəni necə gecə çəkilib? Bu şəkil çəkilərkən Günəş planetin digər üzündədir və astronavtlar əsasən planetin qaranlıq olan tərəfini, yəni gecə olan hissəsini çəkiblər. Bəs necə olub ki, bu şəkildə bütün detallar aydınlıqla bilinir və planet niyə belə işıqlı görünür? İlk öncə onu deyim ki, oradakı işığın səbəbi aydır. Aydan yansıyan işıq planetin qaranlıq olan hissəsini, yəni gün işığı düşməyən hissəsini aydınladıb və əlavə olaraq astronavtlar şəkil çəkərkən yüksək ISO dəyərindən və ekspozisiya dəyərlərindən istifadə etdiyi üçün dünya olduğu kimi çıxıb, yəni sanki Günəş gün işığı vururmuş kimi çıxıb. Bu üsuldan adətən astrofotoqraflarda istifadə edir ki, misal üçün mən qalaktika və yaxud ulduz çəkilişlərində, nebula çəkilişlərində bu üsuldan istifadə edirəm. Yəni əslində astronavtların çəkdiyi bu şəkildə həmin tərəf qaranlıq tərəfdir və Günəş digər tərəfdədir. Misal üçün bu şəklin daha aşağı ISO dəyərləri ilə çəkilmiş versiyası da var. Onu da bura qoyuram, baxarsınız. Bir digər maraqlı detal isə şəkili yaxınlaşdırıb baxsaz, şimal və cənub qütblərində auroraları, yəni qütb parıltılarında görə bilərsiniz. Bu şəkil missiyanın komandiri Reid Wiseman tərəfindən çəkilib və dünyadan bir neçə min kilometr uzaqlıqda çəkilib. Hal-hazırda astronavtlar Aya olan səyahətinə davam edirlər. Başda da dediyim kimi artıq yol yarılanıb və bir neçə gündən sonra Aya çatacaqlar və Ayın 6000 kilometr yaxınlığından keçərək Ay ətrafına dövr edib dünyaya yenidən geri qayıdacaqlar. Belə dostlar, yenə əlavə detallar olduqca, yeni şəkillər gəldikcə mən sizlə belə qısa video tipli məlumatlar paylaşacağam.